Salam dəyərli tamaşaçılar. Bugünkü Top TV internet televiziyasının efirində qonağımız AK Partiyanın başqanı hörmətli Tural bəydir. Və bugünkü biz verilişimizdə regionda və Azərbaycanla bağlı məsələləri müzakirə edəcək. Bu günlər həqiqətən də dünyada və regionumuzda çox ciddi problemlər var və həmçinin Azərbaycanın iqtisadi və növbəti mərhələdə referendum gözləntilərini də Tural bəylə müzakirə edəcək. Xoş gəlmişsiniz. Xoş gördük. Bilirsiniz ki, Azərbaycanla Ermənistan arasında dünənlərdə artıq bəyanat verildi. 17 maddənin ibarət sülh müqaviləsi razılaşdırıldığı vurğulandı. Sizcə bu il ərzində sülh müqaviləsi bağlana bilərmi və bu prosesin arxasında Türkiyə varmı? Təşəkkür edirəm. Əvvəla axırdan başlayayım. Mən düşünmürəm ki, prosesdə Türkiyə olsun. Niyə? Çünki yəni Ermənistanla Azərbaycan arasındakı danışıqlara vasitəçiliyə ehtiyac yoxdur. Çünki Azərbaycan öz sözünü birbaşa Ermənistana deyə bilir və Ermənistan da artıq Azərbaycanın sözünü birbaşa eşitməyin labüdlüyünü anlayıb. Yəni fikir versəz görərsiniz ki, hətta Ermənistan mediası, Paşinyan və yaxud da oranın məclis sədri Simonyan Prezident Əliyevin istənilən bir çıxışına, müxtəlif tədbirات çıxışına reaksiya verirlər, statlar gətirirlər. Yəni belə bir mühitdə həm də arada belə anlaşıldı ki, bu bir işçi qrupu da var. Bu belə deyək, müqavilənin və ya mümkün müqavilənin detallarını öz aralarında müzakirə edən bir işçi qrupu da var. Ona görə Ermənistan və Azərbaycan arasında hər hansı bir vasitəçinin olduğunu inanmıram. Hətta Türkiyənin belə. Çünki özümüz həll edə biləcəyimiz vəziyyətdən də Azərbaycan çalışır ki, ümumiyyətlə vasitəçiləri uzaqlaşdırsın. Yəni, bu istəyir ATƏT-in Minsk qrupu olsun, istəyir Rusiya olsun, istəyir Fransa, istəyir Türkiyə. Niyə Türkiyə? Biz Türkiyə desək, onlar Fransa deyəcək. Biz Türkiyə desək, onlar Amerika deyəcək. Yəni, izah edəyəm, vasitəçi deyəndə o da birini deyəcək. Zaten ATƏT-in Minsk qrupu həmsədrləri ölkəsi elə yaranmışdır. Güya ki, məsələn, biri bizim tərəf, biri Ermənistanın tərəfi, biri də bir tərəf olaraq. Amma axırda məlum oldu ki, üçü də Ermənistan tərəfində çıxış edir. Yəni, bu bir. İkinci, sülh müqaviləsi barədə danışanda mən indi iqtidarı anlayıram. Yəni iqtidar dünyanın heç bir iqtidarı, müharibə aparan iqtidar və yaxud da ki, hansısa bir konfliktli iqtidar, qonşu dövlətlə iqtidar durub deməz ki, mən sülh istəmirəm. Bu dünyada bir mənalı qarşılanmaz. Yəni sən müharibə tərəfdarsan, qan tərəfdarsan, göz yaşı tərəfdarsan. Hətta Putin belə deyir ki, yox, biz sülh istəyirik. Yəni baxmayaraq ki, gündə minlərlə insan qırılır, həlak olur. Zelenski belə torpaqları işğalda deyir, biz sülh istəyirik. Yəni ona görə iqtidarlar sülh istəyir ifadəsi deməlidirlər və bizim Azərbaycan iqtidarı da deyir. Amma mən düşünürəm ki, Azərbaycanın heç bir sülh müqaviləsinə ehtiyac yoxdur Ermənistandan. Çünki nə ehtiyacımız var? Siz də bilirsiniz, biz də bilirik ki, Ermənistan sabah ordusu güclənsə, ordusu bərpa olunsa, iqtisadiyyatı güclənsə, yenidən heç bir müqaviləyə baxmadan, heç bir iki tərəfli, üç tərəfli, beş tərəfli razılığa baxmadan nə edəcək? Azərbaycanın ərazilərinə yenidən belə deyək, müdaxilə eləməyə çalışacaq. Ona görə və yaxud da ki, zəif olan vaxtda sülhə ehtiyac yoxdur. Niyə? Çünki qorxusundan tərpənməyəcək. Yəni, güclü olanda da sülhə əməl eləməyəcəksə, zəif olanda da cəsarət çatmayacaqsa, onda biz sülh müqaviləsini imzalayıb niyə özümüzü hansısa maddələrin çərçivəsinə salmaq istəyirik? Məsələn, mən onun tərəfdarı deyirəm ki, Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəmələrdə iddiadan imtina eləsin. Niyə biz imtina eləməliyik? Çünki 30 il işğalda qalıb Azərbaycan əraziləri və Arayka Arutunyanın elə son məhkəmədəki ifadəsi də sübut elədi ki, oranı separatçılar yox, Ermənistan işğal edib. Dedi ki, mənim də işləyən kim idi ki, orada erməni ordusuydu, əmri Paşinyan verirdi filan. Yəni bu adamlar Ermənistan Respublikası, Azərbaycan Respublikasının ərazisini 30 il işğalda saxlayıb, oranı dağıdıb, talan edib, təbii sərvətlərini oğurlayıb, oradan mümkün iqtisadi inkişafın qarşısını alıb və bu hesablanıb Azərbaycana təzminat ödənməlidir. Hələ müharibə təzminatını qoyuruq qırağa. Azərbaycan bu 44 gündəki insan itkiləri və yaxud da 44 gündəki ordusuna dəyən ziyanların ödənilməsini qoyuram qırağa. Söhbət 500 milyard civarında puldan gedir. Yəni hansı ki, o pulu Trump Zelenskiyə keçmədi. Düzdür ya yox? Yəni biz niyə keçməliyik? Yəni, bu baxımdan məsələn, mən bundan razı deyiləm. İkinci bir məsələ, baxın, bizə mi sülh lazımdır, Ermənistana mı lazımdır? Biz, yəni, zaten bizim məsələn Gürcüstanla sülh müqaviləmiz yoxdur.
Biz Gürcüstana hücum eləmirik, onlar da bizə eləmir. Bəli. Bizim İranla da sülh müqaviləmiz yoxdur. Yox. Onlar bizə hücum eləmir, biz də hətta Rusiya ilə yoxdur. Niyə Ermənistan fərqlənməlidir? Aynen. Və zaten müharibə getmiş ki, deyək məsələn Rusiya-Ukrayna kimi bir isti müharibə var və Bəli. mütləq bir müqavilə, bir nəsə lazımdır ki, bu dayansın. Elə bir şey də yoxdur. Hə, əgər hər konfliktli ölkələr öz aralarında müqavilə imzalansın, onda mən təklif edirəm Rusiya-Yaponiya müqavilə imzalasın. Çinlə nə bilim tutaq ki, Tayvan məsələsinə görə Tayvanın məsələsi müzakirə olunsun və yaxud da ki, nə bilim indi Fələstinlə İsrail öz arasında müqavilə imzalasın da belə götürəndə. Yəni bu məsələdə mən düşünürəm ki, sülh müqaviləsi, sülh razılaşması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana siriş edilmiş bir məsələdir. Elə bil bizi bir vakuma salmaq istəyirlər. Sülh. Görürsünüz, prezident də çıxış edəndə deyir ki, dünya qardaş Ermənistanı sülh göyərçin kimi təqdim edir, amma bizi az qala belə deyək, qan müharibə tərəfdarı kimi. Ola bilər ki, Tural bəy, məsələn, Ermənistan baş naziri deyir ki, biz Ermənistan ərazisinin katastrını almalıyıq. 29,1. Bəli. Baba, məsələ ondadır. Orada əslində bütün digər maddələr var. Ay məhkəmələr, ay nə bilim konstitusiya dəyişilməsi. Konstitusiyanın referendum edib dəyişəcək ki, Azərbaycan ərazisində iddialı deyilik. Sonra bir dənə referendum edib deyəcək ki, ümumiyyətlə Türkiyənin hamısı mənim. Düzdür, bunlar nə var? Amma burada məsələ nədir? Azərbaycan öz atdığı imzadan sonra Ermənistanı 29,8 min kvadrat kilometr olaraq tanıyacaq. Bu da deməkdir ki, Azərbaycan de jure Zəngəzuru Ermənistan ərazisi kimi tanıyacaq. Düzdür, biz niyə Qərbi Zəngəzuru Ermənistan ərazisi kimi tanımalıyıq? Niyə qardaş? Mehrin Ermənistan, Basar keçəri. Niyə biz oraları Ermənistan ərazisi kimi tanımalıyıq? Paşinyan da istədi. Bəli, çünki orada bir bənd olsun ki, biz hazırki sərhədlərdə özümüzü suveren ərazimiz hesab edirik, Ermənistanda o ərazi hesab edirik. Amma hansı ki, məsələn, istənilən bir partiya və yaxud da istənilən bir siyasi və yaxud hüquqi şəxs sabah durub bizdən Zəngəzurun Sovet dönəmində qanunsuz geri alınmasıyla bağlı bir məsələ qaldıra bilər və bu məsələ müzakirə oluna bilər. Düzdür, Azərbaycan xalqının iradəsi nəzərə alınmadan Zəngəzur boyda ərazi alınıb verilib Ermənistana. Hansı dövlətdə? Sovet dövlətində. Və biz niyə o Sovet dövlətinin, qançən bir dövlətin bizə zorla tətbiq elədiyi sərhədləri tanımalıyıq? Ona görə sülh məsələsinin mən şəxsən imzalanmasının əleyhinəyəm. Hə, atəşkəs ola bilər, atəşkəs zaten var, bu dəqiqə biz hücum eləmirik. Amma Azərbaycanın şərtləri də belə deyək, indiki şərtlərdən daha ağır olmalıdır, Zəngəzur olmalıdır. Zəngəzur dəhlizi birinci mərhələdə var, Zəngəzurun dəhlizindən söhbət gedir. Amma erməni nə deyir? Yol, nə bilim, filan, 5 milyon, nə yol? Sizcə Ermənistan bizə dəhliz verəcək mi? Bilirsiniz, onlar dəhliz ifadəsindən qorxurlar, çəkinirlər. Çünki dəhliz nə deməkdir? Dəhliz həmin dövlətin, həmin ərazidə suverenliyinin olmaması, həmin ərazidə hüququnun işləməməsi. Yəni ora artıq o dövlətin yurisdiksiyasında olmayacaq. Yəni orada artıq Ermənistan polisi, Ermənistan postu, Ermənistan gömrüyü olmayacaq. Orada bizim polis, bizim gömrük, bizim gömrük də lazım deyil, öz əramızda. Yəni bunlar deyir ki, biz yol verək sizə. Yəni yol İrandan da var da, biz nə edirik səndən yol? Və yaxud da ki, yol var idi da, 1-ci Qarabağ müharibəsinə qədər dəmir yol var idi. Görürsünüz, müharibə olan kimi sən yolu kəsdin. Ona görə biz buna hesablayıb, arxayın olub, bunlarla bu məsələləri müzakirə edə bilmərik. Zaten indi siz də beynəlxalq siyasəti izləyən bir insansınız, politologsunuz. Siz də bilirsiniz ki, yeni dünya düzəni formalaşır və bu dünya düzəninin devizi, hələlik görsənən ən böyük devizi nədir? Güclü, haqlıdır. Vəssalam. Yəni bu dünya devizi budur. Güclüsənsə haqlısan və yeni dünya düzəni bax bunun ətrafında formalaşır. İnsan haqları, nə bilim, millətlərin öz müqəddəratını müəyyən eləməsi, filan beşmikən elə bir şey yoxdur. Güclüsənsə haqlısan. Çox maraqlı bir nüansa toxundunuz. Güclüsənsə haqlısan. Sabahları məsələn Tramp da güc mövqeyindən çıxış edir. Sabahlar Rusiya güclüdür. Ukraynada qalib gəldi. Sizcə Şərqi Avropanı və Cənubi Qafqazı istəyə bilərmi qərbdən? Təbii ki, bilirsiniz, mən sizə bir şey deyim. Sabah hətta baxın, bəzən sual verirlər. Mən deyirəm ki, mənim üçün şəxsən Rusiya-Ukrayna savaşında kimin qalib gəlib, kim məğlub olacağı önəmli deyil. Məsələn, Krımın Rusiyada olsun ya Ukraynada olsun, mənim üçün səmimiyyəti yox. Krım Türkiyəyə qayıtmayacaqsa nə fərqi var? O Slavyan xalqında olsun, bu Slavyan. Mən sizə deyim, əgər elə bilmək istəyirsə, xalqınıza sual vermək istəyirəm. Krımda yaşayan türklərə Ukrayna tərkibində mi çox repressiya var idi, indi mi çox repressiya var? Krım türklərinə, Krım tatarlarına.
Təbii ki, az qalan millət olaraq sıradan Onlar çıxırlar. qırılıb üstlədiyi tərəflər. Yəni indi mən sözümün canı odur ki, Rusiya belə bir fikir var. Rusiya orada qalib gəlsə nəzərlərini siz demiş, Şərqi Avropa olsun, Cənubi Qafqaza yönəldəcək, oradan qalib kimi çıxır. Amma başqa bir sual verir. Yəni bizim qarantiyamız varmı ki, Rusiya məğlub olsa Cənubi Qafqaza gəlməyəcək? Mən həmişə deyirəm, baxın, yaralı ayı daha təhlükəlidir, nəinki yaralanmamış, sağlamamış. İndi tutaq ki, sən Ukraynada ayını yaraladın, orada məğlub elədin. Putin egosunu təmin eləmək üçün başqa yerdə qələbə axtaracaq. Yəni, əgər Ukraynada uduzsa, qələbə yeri axtaracaq. Ona görə onun hücum eləmək instinkti və yaxud da motivi daha böyük olacaq. Heç olmasa ki, Qafqazda bərpa edeyim də, o itən imicimi, itirilən imicimi, məsələn, Suriyada olan zərbələr. Yəni, bu baxımdan da Azərbaycanlıların bizim Rusiya-Ukrayna savaşına bu kontekstdən baxmağımız da biraz sadəlövlük və nə deyim, qeyri-peşəkar baxışdır məncə. Yəni Rusiyanın hər an hər yerə hücum eləmə potensialı olub, var və olacaq. Azərbaycan nə etməlidir? Türkiyə ilə burada hərbi bazası. Bəli, yeganə yolu Azərbaycanın, mənə görə yenə deyirəm, indi hamımız öz fikrimizi bildiririk. Mənə görə Azərbaycanın yeganə təhlükəsizlik çətiri Türkiyədir. Bizdən insanlarda qəribə bir yanaşma var. Elə bilin ki, biz deyəndə ki, Türkiyənin təhlükəsizliyi çətiri altında olmalıyıq, falan deyirlər. Xeyr ola, biz özümüz dövlətiyik, biz kimə sığınmalıyıq? O boyda Avropa, baxın, Almaniyası, Fransası, Britaniyası, hansı ki Fransanın və Britaniyanın nüvə silahı belə var. Onlar deyir ki, Amerikanın təhlükəsizlik çətiri olmasa bizə ağır olar. Düzdür, bizim, baxın, bizim Azərbaycan dövlət büdcəsi, nə bilim, bir Münxen, Almaniyanın bir torpağının büdcəsindən azdır. Onlar Amerikaya sığınmağı ayıb bilmirlər, biz Türkiyəyə sığınmağı ayıb bilirik. Deyirik ki, yox, xeyr ola biz Türkiyəyə sığınmağı. Biz özümüz Rusiyaya qarşı da tək çıxacağıq, İrana qarşı da tək çıxacağıq. Bu da biraz real deyil. Yəni biz Türkiyə ilə düzdür. İndi bizim Şuşa bəyannaməmiz var. O hardasa NATO'nun əsas bəndi hansıdır o? 5-ci maddə bir-birinə hücum olarsa müdafiə. Bizim zaten bu Türkiyə ilə bu var deyə bu bizi bir çətir altında birləşdirir. Amma biz bunu mən düşünürəm daha da dərinləşdirməliyik. Çox maraqlıdır. Həmin maddə ilə bağlı Rusiya ilə Moskva bəyannaməsində də var. Bəli, amma baxın Rusiya etibarlı tərəfdaş deyil. Niyə? Eyni şeyi məsələn xatırlayırsınızsa SSR dağılanda Ukrayna nüvə silahından imtina etməsi qarşılığında həm Amerika, Britaniya və Rusiya ona şey verdilər, garanti verdilər ki, sənin ərazi bütövlüyünün toxunulmazlığını biz garantörük. İndi Amerika mı garantiya durur, Britaniya mı garantiya durur, Rusiya mı durur? Ay sonunda Amerika məcbur eləyir ki, təslimçi müqavilə imzalasın. Yəni indi fakt odur. Amerika Ukraynaya təzyiq edir ki, təslimçi müqavilə imzalasın. Bu bir garantör, belə deyək. İkinci garantör kimdir? Rusiya gəlib özü işğal edir. Üçüncü garantör də Britaniya deyir ki, biz sənə pul verəcəyik, amma bir şərtlə ki, Amerika gərək bu məsələdə iştirak eləsin prosesi. Yəni bu məsələdə bizim Rusiya ilə imzaladığımız o müqavilə ki var, Moskva bəyannaməsi, yəni nə deyirsə, onunla Şuşa bəyannaməsini imləşdirmək olmaz. Çünki yenə deyirəm, Rusiya bu məsələdə etibarsız tərəfdaşdır. Amma Türkiyə ilə Azərbaycan həm də ənənəmiz var axı. Məsələn 18-ci ildə Bakının işğaldan azad olunması, Nuru Paşanın bura gəlişi məsələsi var ki, o zamanda Cumhuriyyət rəhbərliyi Türkiyəyə müraciət eləmişdi. Yəni belə bir ənənə var. Amma Rusiyanın bizdə elə bir ənənə yoxdur. Düzdür, Moskva bəyannaməsi bizim parlamentə ratifikasiya olunmayıb, amma Şuşa bəyannaməsi olunsa belə və yenə deyirəm, bizdə bəzən bu kağızlara, müqavilələrə, razılaşmalara belə bir doğma kimi baxırlar ki, bu ilahi bir şeydir, bu Quran ayəsidir, bunu pozan dövlət ağza əyiləcək. Elə bir şey yoxdur. Yəni bugün dünyada baxın, İsrail nə dedi? İsrail getdi Fələstini, Qəzza bölgəsini yerlə yeksan elədi və BMT baş katibi durub İsrailə deyəndə ki, orada insan faciəsi var, persona non grata elan elədi onu. Dedi, ümumiyyətlə sən adam deyilsən, amma ümumiyyətlə BMT qeyri-ciddi təşkilat. Baxın, İsrail BMT-nin azqal qətnaməsi hesabına yaranıb. Düzdür ya yox. Yəni belə bir məqamda və yaxud da ki, məsəl üçün İranın nüvə razılaşmasıyla bağlı 6 tərəfli bir razılaşma var idi, müqavilə, aylarla insanlar işləmişdilər, getmişdilər, nə oldu? Trump gəldi, çıxıram. Yəni və son bir kağız parçası cırdı atdı qırağa. Və yaxud da ki, Amerikanın indi çıxdığı beynəlxalq təşkilatları var, tərəfdaş olduğu müqavilələr var. Hamısı
Dünən elədi, bu gün belədir. Yəni dünyada artıq istinad olunacaq bir sənəd, istinad olunacaq bir təşkilat, istinad olunacaq bir qurum qalmayıb. Ona görə mən bayaq dedim ki, dünyada nədir? Güclüsənsə, haqlısan prinsipləri. Tamamilə qeyd edirsiniz. Həqiqətən də dünyada bu beynəlxalq hüququn degradasiyası. Bəli. Bu gün də məhz Avropa Parlamenti Azərbaycana qarşı separatçı erməni cinayətkarlarının azad olunması üçün çağırış edən bir qətnamə qəbul etdi. Sizcə həmin Ermənistan tərəfi bu məsələni danışıqlar predmetləsinlər və Azərbaycandan həmin separatçıları tələb edə bilərmi? Təbii ki, eləyə bilər, amma baxın, burada məsələ nədir? Qətiyyən Paşinyanın belə deyək də, narahat eləmir Qukasyanı, nə bilim, Arayik'i, Vardanyanı, sadəcə olaraq Azərbaycanla siyasi alver eləmək üçün, Azərbaycanın əlini zəiflətmək üçün onlardan istifadə eləməyə çalışar. Amma gəlin, gedək soruşaq, Arayik özünü günahkar hesab edir. Arayik özü qismən də olsa, nə də olsa deyir ki, mən burada günahım var və yaxud da digərlər. Amma bu Avropa deyir ki, yox, onlar siyasi məhbusda azad edir. Onda mən sual verirəm, İspaniyada Kataloniya rəhbərliyinin hamısı haqqında niyə cinayət işi açdınız? Hamısını niyə həbs elədiniz? Düzdür, yox. Orada silahlı qarşı durma olmamışdı. Referendum keçirmək istəyir. Xatırlayırsınız, o kadra Euronews'da mən baxdım. İspan polisi girdi Kataloniyada seçki kutusunu, seçki komissiyasının sədrinin başına keçirdi, şəffaf kutunu. Bax, söz həkim çıxartdı, belə başına keçirdi. Yəni orada heç bir atışma, silahlı filan olmamışdı. Yəni sən yaxşı qardaş bir öz ərazini, suverenliyini sən bu belə deyək radikallıqla qoruyursansa, sən necə mənim gəlib minlərlə insanı qətlə yetirən, baxın neçə şəhərimiz yer üzündən silib, Ağdam, Füzuli, Qubadlı bir başın papaqlı ev qalmayıb orada və 3000-dən artıq vətəndaşımızın taleyi hələ də bilinmir. Yəni 21-ci əsrdə biz 3000 insanımızın taleyi haqqında məlumatsızıq ki, bu ölüb qalıb, bu orqan mafiyasına satılıb, nə olub bu? Belə bir məqamda Avropa Parlamentinin durub qətnamə, bilirsiniz, bax, belə qeyri-ciddi, ikili standartlı, belə yanaşmalara görə yekunda gəlir, baxın, BMT kimi Avropa Parlamenti belə urvatsız olur. Heç kim onlara etibarlı hesab eləmir, heç kim onlara can atmır artıq. Məsələn, bu dəqiqə hansı ölkə tutaq ki, NATO-ya üzv olmaq üçün can atar? Heç kim deyir, o deyir, qardaş, Ukraynaya nə günə qoyudunuz? Ortalıqda qoyudunuz. Düzdür, Gürcüstan ayrıdır. Gürcüstan biz bilirik ki, Cənubi Qafqazda Avrointeqrasiyada inkişaf eləmiş, Avropa ilə, Avropa İttifaqı ilə, NATO ilə ən sıx əlaqəli olan ölkə kim idi? Gürcüstan. Gürcüstan bugün artıq çəkilir o mövqeyindən. Deyir ki, mən Rusiya ilə Qərb arasında bərabər balanslı siyasət. Çünki nə ona inana bilərəm, nə sənə. Çünki deyir, o bölgünü kimdən öyrəndi, deyir, gözü çıxışqarı. Yəni, etibarsız tərəfdaş. Amerikanın özü getdi 20 il Əfqanistanda 3 trilyon dollar, baxın 3 trilyon dolları, yəni indi Ukraynaya xərclənəndən 6 dəfə çox, hələ 500 milyard hesablasa. 20 il orada neynədi? Dövlət mi qurdu, struktur mu qura bildi, bir nizam yarada bildi. Azərbaycan Sovetdən ayrıldı, 20 il sonra əməli dövlət idi. Qəpiksiz, quruşsuz, düzdür, kasıb bir. Amma baxın, Əfqanistanı nə günə qoydu, İraqı nə günə qoydular, Suriyanı nə günə, biz orada demokratiya, Libyada indi demokratiya mı var? İraqda demokratiya mı var? Suriyada demokratiya, Əfqanistanda sən bunu Talibandan alıb təzədən Talibana verəcəydinsə, bu qədər insanı qırmaq nəyə lazım idi? Və yarımçı qoydu qaçdı, Vietnamdakı kimi filan da. Yəni ona görə artıq dövlətlər, bilirsiniz, etibarlı tərəfdaşlar axtarılır. Bax, belə bir kontekstdə Türkiyə kimi dövlətlərin nüfuzu artır. Hətta mən sizə deyim, Çin bir çox məsələlərdə daha etibarlı tərəfdaş sayılır. Nəinki Amerika, nəinki Rusiya, nəinki digərlər. Yəni, bax, belə bir qarışıq geopolitik dönəmdəyik və belə bir məqamda da Avropa Parlamenti, düzdür, bizim üçün o bir kağız parçasından o tərəfə keçən bir şey deyil. Nə edəcəksən? Bizə sanksiya tədbiri, nə edəcəksən? Uzaqbaşı gəlib Fransada sənin o Eyfel qüllərini görməyəcək. Kimə ziyan edəcəksən? Baxın, Şimali Koreya illərdir sanksiyaya məruz qalıb, nüvə silahı düzəldir. İran illərdir sanksiyaya məruz qalıb, nüvə silahı düzəldir. Venezuela həmçinin, dünyanın neçə ölkəsinə sanksiya tədbiri oldu? Gerimi durdular, gerimi addım atdılar, mövqelərini mi dəyişdilər, neynədilər, heç nə. Bu sanksiyalar effekt vermir. Və dünya artıq başa düşməlidir, həm Avropa ölkələri, həm Amerika başa düşməlidir ki, dünyada
ağlar və qaralar yoxdur. Evet. Sən lap Afrikanın hər hansı bir ölkəsindən danışırsansa belə, gedib onu bərabər hüquqlu danışacaqsan. Yəni sən aşağısan, mən yuxarı yox. Görürsünüz, Fransa ona görə, baxın Fransada hakimiyyət dəyişən kimi fransızlar qovurlar ölkədən. Niyə qardaş? İllərdir sən orada mədəniyyət gətir, belə deyək, inkişaf gətir. Düzdür ya, yox, sən gətirmirsən orada, hələ də o dövlətlər, bilmirsən, dövlət deyə dövlət deyil də. Hansı ki, dünyanın ən inkişaf eləmiş dövləti orada müstəmləkəçiliyi ilə dırnaq arası məşğuldur da, Fransa. Yəni, hanı sənin gətirdiyin inkişaf, hanı sənin gətirdiyin mədəniyyət, hanı sənin gətirdiyin struktur. Bu baxımdan da, baxın, Türkiyə kimi ölkələrin ona görə dəyəri artır. Türkiyə neyini sona qədər müttəfiq olduğu ölkələrin yanında durur. Və yeni düzəndə də biz çalışmalıyıq ki, bu standartları nəzərə alaq və təbii ki, bir daha qeyd edirəm, Azərbaycanın bu xaotik, vəhşiləşmiş dünyada Türkiyə Türk müsəlman dövlətlərindən başqa sığınacağı bir yer olmamalıdır. Tamamilə düz qeyd edirsiniz. Həqiqətən də bu günlər dünya düzəni dəyişir və dövlətlər də özləri də daxildə güclənməlidir. Xalqın sosial rifahını yaxşılaşdırmalı, siyasi proseslərdə liberalizmi təşviq etməli və islahatlar davam etməlidir. Bilirsiniz, Azərbaycanda da bu ilə konstitusiya və suverenlik gedir. Sizcə bu Azərbaycanda referendumun keçirilməsi, konstitusiya islahatlar Azərbaycanı bu yeni dünya düzənində gələn təzyiqləri neytrallaşdıra bilərmi və öz hərbi doktrinasında da müəyyən dəyişikliklər edib Türkiyə hərbi bazasını gətirə bilərmi? Ümumiyyətlə, bu konstitusiya dəyişikliyi, referendum gözlənilirmi və bu referendumdan sonra ölkədə iqtisadi, siyasi, hüquqi məsələlərdə baxışlarınız necədir? Müsbət istiqamətdə gedərmi? Çünki xalq və dövlət arasında bir bağ olmalıdır. Mütləq olmalıdır. Bilirsiniz, indi mən bilmirəm iqtidar bununla bağlı fikirlər nədir. Çünki indi parlament çoxluğu onlardadır, təşəbbüs, qanunverici təşəbbüsünə onlar çıxış edir. Amma məsələn, AK Parti olar bizim təbii ki, bizim də fikrimiz ondan ibarətdir ki, konstitusiyada mütləq dəyişikliklər olmalı bu və digər məsələlərdə əsasən siyasi açılımla bağlı, müxalifətin yerinin təsbit olunmasından bağlı. Məsələn, mən sizə bir şey deyim də, biz deyirik ki, ana müxalifət. Məsələn, Azərbaycan konstitusiyasında müxalifət anlayışı yoxdur. Müxalifət kimə deyilir, bilinmir. Müxalifətin statusu nədir, bilinmir. Yəni, mövqeyi, protokoldakı yeri nədir, bilinmir. Məsələn, Türkiyədə bir şey deyim də sizə, məsələn, Türkiyənin ana müxalifət partiyası parlamentdə təmsil olunan ikinci çoxluğa deyilir. Bu qanunla təsbit olunub. Və Türkiyənin ana müxalifəti neyinir? Məsələn, Milli Bankın idarə heyətinin 3 nümayəndəsini o verir. Konstitusiya Məhkəməsinin 3 hakimini o verir. Və yaxud da filan məsələlərdə, tutaq digər məsələlərdə nümayəndə verir, fikir bildirir. Yəni, elə verin ki, qanunda müxalifətin yeri təsbit olunur. Yəni, bir qanuni fəaliyyət. Biz də biraz bu məsələlərdə geri qalmışıq. Bir. İkinci, mən düşünürəm ki, mütləq konstitusiya dəyişikliğində proporsional seçki sistemi bərpa olunmalı. Niyə? Proporsional seçki sistemi bərpa olunsa partiyalar güclənəcək. Partiyalar güclənsə, Azərbaycanın siyasi immuniteti güclənəcək. Azərbaycan ictimaiyyəti kənar müdaxilələrdən, kənar belə deyək də fikri, ideoloji təzyiqlərə davamlı və dözümlü olacaq. Çünki bu dəqiqə 21-ci əsrdə tank-tonkdan çox smartfonlarla dövlətlər işğal olunur. Yəni, baxın, Ərəb Baharı və sosial media ilə başladı. İndi onu, baxın, Ərəb Baharı başlayandan 10 neçə il keçib və sosial media nə qədər inkişaf edib və bugün bizə bir də görsən ki, baxırsan ki, cavan Gürcüstan ən gözəl nümunəsidir. Minlərlə insan küçəyə çıxdı. İndi hamı deyir, bu azadlıq. Xeyr, qətiyyən azadlıq davası deyil. Orada o insanların beyni o qədər yolub ki, çıxıb Avropa mövqeyinə görə öz dövlətinə qarşı çıxırlar. Düzdür, faktiki belədir Gürcüstan. Mən şəxsən elə qiymətli. Kim gəldiysə, ay bunlar demokratiya cartısı ilə boş söhbətdir. 25 mindən artıq qeyti var. Hamısı Avropadan maliyyələşir. Hərəsinin 10 işçisi olsa, 250 min adam edir, o çıxanlar belə aşağı yuxarı o qədərdir. Niyə? Çıxıblar ki, yox. Baxın, Gürcüstan hökumətinin həmin anda qəbul elədiyi qanunlar dövlətin təhlükəsizliyinə deyir. Bunlar deyir, yox, o qanunu qəbul eləməyək. Niyə Avropanın xoşuna gəlmir? Yəni, cəmiyyətivi özün siyasi baxımdan yetişdirmək istəyirsənsə, sənin partiyaların güclü olmalıdır, təsir imkanları olmalıdır və partiyaların da güclü olması proporsional seçki sistemindən keçir. Yəni, bugün hər hansı bir oliqarx, Azərbaycanın ən populyar siyasətçisini götürün və bir dənə də tutaq ki, ad familiyasını yaza bilməyən oliqarxı götürün. Bizim Azərbaycanın bugün seçki sistemi elədir ki, oliqarx gələr, o ən populyar siyasətçisini udar. Düzdür, ölkədə puldan, paradan paylıya, filan eləyə, majoritar sistemdir, partiyaya ehtiyac yoxdur. Yəni, belə
Bu da dövlətin gələcək dayanıqlılığını, siyasi ünitini zəiflədir. Mən düşünürəm ki, Azərbaycanda siyasi partiyaların çəkisi və yeri və rolu artmalıdır. Baxın, indi sizə sorsam, Türkiyə parlamentində 550 deputat var. Neçəsi bir tərəf? Yoxdur bir tərəf. Yoxdur. İndi sizə bir sual verim. Azərbaycan parlamentində neçə bir tərəf var? 40'dan çox. Yəni 1/3 qardaş, bu bir tərəf nə anlayışdır? Bizim siyasətdə var da iqtidar müxalifət. Hansı dünyanın inkişaf eləmiş ölkəsində bir tərəf anlayışı var? Bir tərəf nə deməkdir yəni? Bu hansı siyasi görüşü təmsil edir? Hansı ideologiyanın, iqtisadiyyatda nəyə baxır? Sağdımı, soldumı, mərkəz? Bir tərəf nə anlayışdır? İzah edə bilir. Yəni ona görə bizdə 40 nəfər bir tərəf var. Ana müxalifət bir tərəflərdəsində. Yəni düzdür yox. Bu da qeyri-peşəkarlıqdır və bu da təsadüfi insanların dövlət idarəçiliyində, qanunvericilik orqanında təmsilçiliyinə gətirib çıxarır. Ona görə baxın, kimsə gəlir, gedir məsələn bankdan götürür, mandatını qoyur, biri gedir polisə təbliğ atır, biri gedir əxlaqsızlıqla məşğul olur. Yəni bunların hamısı biz görmüşük. Amma bir arxasında bir partiya duranda partiya verdiyi adamın arxasında durur və yaxud da ki biz gedirik deyirik 125 adam verir və seçicilərimizə deyirik gel əzbərə gör bu kimdir. İnsanlar seçici insana yox, ideologiyaya səs verər, xəttə səs verər, kursa səs verər. Düzdür yox. Deyəm gelim mən məsələn Məhəmməd bəyə səs verirəm. Məhəmməd bəy kimdir, nə yeyir, nə içir, bunun ideoloji baxışı nədir, iqtisadi baxışı nədir, mədəni baxış. Mən bunu mən hansı partiyanın üzvüdür? Filan partiya. Filan partiya sağçıdır, solçudur, mərkəzçidir deyə bu belədir. Yəni bu baxımdan mən düşünürəm konstitusiyada mütləq proporsional seçki gətirilməlidir. Konstitusiyanın digər maddələri təbii ki belə bir şey var. Yox, konstitusiya toxunulmazdır, bu dəyişdirilə belə deyil qardaş. Qanunlar da canlı, belə deyək də, canlı varlıqlar kimdir? İnkişaf edir, yaşlanır, qocalır. Yaxşı, elə olsaydı ki, qanunlar dəyişməsin, onda biz parlamenti nə edirik? Parlament gündə qanun qəbul edir. Gündə qanun, nə yaranmış yeni situasiyaya uyğun, şəraitə uyğun, köhnələn şeylər. Yəni, bu baxımdan konstitusiyanın da yenilənməsində mən heç bir qəbahət görmürəm. Növbəti bizim iqtisadi, siyasi inkişafımıza gətirib çıxarar mı? Mən düşünürəm ki, əgər bütün bu proseslərin, iqtisadi, mədəni, hərbi, bunların hamısı gəlir siyasətə bağlanır. Əgər möhkəm siyasi bir zəmin yaranarsa, möhkəm siyasi münasibətlər sistemi yaranarsa, rəqabətli bir siyasi sistem yaranarsa, təbii ki, bu özü-özlüyündə iqtisadiyyatın da inkişafını gətirib çıxaracaq, hərbi sənayesində, hərbi ordunun da inkişafını gətirib çıxaracaq, mədəniyyət və incəsənətin, turizmin də hər sahənin. Çünki rəqabət olan yerdə inkişaf olacaq. Bir qanun layihəsində artıq müzakirə gedəcək. İzah edə bilirəm, tək hakimiyyətli olmayacaq və rəqabətdə də inkişaf olur. O baxımdan ola bilər, nəinki ola bilər, bir-birinə bağlıdır. Amma olacaq, olmayacaq, eləyəcəklər, eləməyəcəklər, o müzakirə oluna bilər. Bir cümlədə deyim, mən düşünürəm ki, baxın, proses gedir, başlayıb. Azərbaycan xarici siyasətində bu prosesdə iştirak edir. Məsələn, xarici dövlətlərlə, təşkilatlarla münasibətdə biz analiz edirik. Baxırsan ki, Azərbaycan dünyada formalaşan yeni çağırışlara cavab verməyə çalışır. Prezidentin köməkçisi Böyük Britaniya. Görürsünüz, yəni hər şey var. Prezidentin bəyanatları, Türkiyə ilə əlaqələr, Suriya, biz Suriya prezidenti təbrik elədik. Yəni bu yeni dünya çağırışı belə lazımdır, belədir. Bu belə, amma daxili siyasətdə, daxili münasibətlər sistemində də mən düşünürəm ki, baş verən qlobal tendensiyadan geridə qalmamalıdır. Yəni biz onu da çalışmalıyıq ki, dövlət, baxın, iqtidar müxalifət demirəm, dövlət və xalq birliyi formalaşsın, etimadı formalaşsın ki, sabah sənin xalqından, sənin dövlətinə qarşı istifadə eləməsinlər. Düşünürəm ki, biraz daxili siyasəti də hazırki dünyanın yeni çağırışlarına, hansı ki, təhlükəli çağırışlarına cavab verməyə hazır olmalıdır. Heç kim arxayın olmasın ki, bir bayraq qaldırmışıq, biz müstəqilik. O deyir, durub orada deyir, Qırlandiya mənimdir, Panama mənimdir, Meksika körlər. Bu və bunu deyən dünya demokratiyasının 5-ci sayılan ölkənin prezidentidir. Yəni, belə bir zamanda biz daxildə möhkəm olmalıyıq. Bax, referendum olacaq Qırlandiyada. Biz əgər Qırlandiya, düz 50.000, 60.000 xalq var orada, indi o daxildən əgər hazırlıqlı deyilsə, deyəcəklər qardaş, niyə edirik bu Danimarkada yaşamaq? Amerikada düzdür ki, vətəndaş səs verəcək. Yəni buna görə biz müstəqilliyimiz də, suverenliyimiz də həm də hazırlıqlı vətəndaş cəmiyyətindən, hazırlıqlı vətəndaşdan, siyasi baxımdan hazırlıqlı vətəndaşdan asılıdır. Bunun üçün də sistem işləməlidir.
Təşəkkür Mən edirəm. təşəkkür Çox edirəm, çox maraqlı sağ olun. suallara cavab Sağ verdiniz olun. və sizin cavablarınız həqiqətən də Azərbaycan siyasi mənzərəsini, həmçinin beynəlxalq siyasi mənzərəsini dəqiq diqqətlə və reallıqla uyğun təhlil Təşəkkür etdiniz. edirəm, var olun. Hörmətli tamaşaçılar, bugünkü qonağımız AK Partiya Başqanı hörmətli Tural Abbaslı oldu. Gələn verilişlərə kimi.